Mətn fraqmentinin seçilməsi qaydalarından doğru olmayanı müəyyən edin. Hər hansı söz üzərində siçanın sol düyməsinin iki qat kliklənməsi ilə həmin söz seçilmiş olur. Bəli, bu seçim doğrudur. Müəyyən bir cümlənin istənilən yerində siçanın sol düyməsinin 3 qat kliklənməsi ilə həmin cümlənin olduğu abzas seçilmiş olur. Bəli, bu doğrudur. Panelin solundakı boş sahədə siçanın sol düyməsinin kliklənməsi ilə sətir seçilir. Bəli, bu doğrudur. Müəyyən bir cümlənin istənilən yerində kontrol düyməsi basılı vəziyyətdə saxlanılmaqla siçanın sol düyməsi klikləndikdə həmin cümlə seçilmiş olur. Bəli, bu seçim doğrudur. Müəyyən bir cümlənin istənilən yerində siçanın sol düyməsinin 3 qat kliklənməsi ilə həmin cümlə yox, həmin cümlənin olduğu abzas seçilmiş olar. Onda doğru olmayan cavab budur.